Eşhedü enne Muhammeden Resulullah. Otur! Tanım affediyorsan mı? Bu yaxında mərkəzimizdə inanılmaz bir hadisə baş verdi. Hətta bizim özümüz hamımız şokdaydıq. Deməli nə baş verdi? Gəldim otağıma xəstəni salamlamağa. Otağa daxil olduqda indi görəcəyiniz səhnə ilə rastlaşdım. Buyurun izləyin. Əşhədü enne Muhammeden Resulullah. Əşhədü enne Muhammeden Resulullah. Otur! Hayya alas-salah. Hayya alas-salah. Hayya alel-felah. Hayya alel-felah. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. Qaraçısan. Çəksansan. Oradan oraya suya mənə ver. Topan mənə ver. Adın nədir? Tanım affediyorsan mı? Tanım. Qaraçısan. Bir hafta sen bana vurdurursun. Qaraçısan. Çəksən ki, ona baxırsan. Otur. Otur. Qardaş, dərin nəfəs al qardaş. Eşidirsən məni? Dərin nəfəs al. Dərin. Dərin nəfəslər al. Bismillah de. Bismillah de. Bismillahirrahmanirrahim. Sol. Dərin nəfəs al. Qayıt, otur divanda, zəhmət olmasın. Qayıt. Otur. Qoyma kontrol eləsin səni. Otur. Deməli, məsələ nədir? Adam TikTokda məni tapıb, başlayıb videolarımı izləməyə, canlılara qatılmağa, ruqyalar dinləməyə və içindəki cin artıq sıxır, dağıdır. Hətta gəlib burada məndən intiqam almağa. Birtəhər sakitləşdirdik və özünə gələndən sonra dedi ki, qardaş, bax bu gündəyəm, kontrolu alır, hər şey şuurum yerindədir, dediyimi, eşitdiyimi xəbərim var, amma heç bir şey edə bilmirəm, kontrol edə bilmirəm və doğrudan da ruqya seansında bəlli oldu ki, həqiqətən onun bədənində olan cin onu kontrola alır və bu cinin insan bədəninə olduğu ikinci növ kontroldur, hansı ki mən indi ekranda gördüyünüz videoda bu haqda ətraflı danışmışam ki, cin bu hallarda insanı necə kontrol edir. Mütləq bu videomu da daha sonra izləyəsiniz. İndi isə gəlin əsas videomuza keçid edək. Çox maraqlı hadisələr baş verdi həmin adamla. Mütləq videonu bəyənin, paylaşın, özünüzdə saxlayın ki, yenidən bunu təkrar izləmək istəyəcəksiniz. Əşhədü enne Muhammeden Resulullah. Hayya alas-salah. Hayya alas-salah. Hayya alel-felah. Hayya alel-felah. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. Allah'tan qorxu, tərk elə bədəni. Tərk elə. İnna zeyyənə səmâd dünya bizinətinir kəvâkibih və hifzan min... Bayra. Artist elime bayra çəkdim. Min şerri ma necdu ve nuhadir. Min şerri ma necdu ve nuhadir. وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي. Ben infarkt eləməyə hədəliyir. Bu gecə infarkt olsam, prokuraturdan göndərəsi bunu istə. Bilərsiniz harada. Gülməli də əlbəttə, səni tanışlayın, gülməlidir. Tövbə edəcəmiz. Nə? Nağıl danışırsan. Nağıl? Nağıl sən nə bilirsən danışır? Bilirsən hansı nağıl? Bilirsən hansı nağıl sənə danışır bilirsən? Sənə vəd verirdi ki, ahirətdə sənə qurtaracaqdır. O nağıldır. Ahirətdə cənnət və cəhənnəm dolandan sonra sənin o iblisi və cəhənnəmdə minbər qoyulacaq. Çıxıb oradan çıxış edəcək və sən və sənin kimləri xitab edəcək cəhənnəm əhlinə. Deyəcəkdir ki, mən sizə vədlər vermişdim, Allah da sizə vədlər vermişdi. Mən sizi aldatdım, Allah sizə vədini yerinə getirdi. Amma siz məni deyil, özünüzü qınayın. Çünki mənim sizin üzərinizdə bir hökümranlığım yox idi. Mən sadəcə sizi çağırdım, siz də mənim dalımca gəldiniz. Bax, sənə aladan olur, nağıl danışan da olur. Mən danışdığım isə haqdır. Aləmlərin Rəbbinin söylədiyi haqdır.